Körpəliğimizdən aldığımız 4 miras. Biz yetkin bir insan olarak kiçik yaş dövrümüzdən nə anamızın pişirdiği yeməklər, nə anamızın aldığı paltarlar, nə də atamızın aldığı oyuncaqlar yadımızda qalır. Bizim yadımızda qalan anamızın və atamızın yanında özümüzü necə hiss etməyimizdir. Əgər kiçik yaş dövründə valideynlərimiz tərəfindən görməzdən gəlinəriksə, 3-4 dəfə soruşduqdan sonra bizim suallarımıza cavab verərlərsə, zaman zaman tənqid olunarıqsa, irəliyə doğru özümüzdən şübhələnərək böyüyərik. Yetkin insan olduqda davamlı hər şeyə qarşı özümüzdə şübhə yaranar və özümüzə güvənə bilmərik. İkincisi, kiçik yaş dövründə əgər valideynlər duyğularımızı doya-doya yaşamağa imkan verməzlərsə, ağladığımızda, yıxıldığımızda, əzildiyimizdə, öz iç ağrılarımızı, acılarımızı rahat-rahat ifadə edə bilməriksə, İrəliyə doğru dərdlərimizi içimizə ataraq böyüyərik və böyüdükdə, yetkin insan olduqda birincisi özümüzü ifadə etməkdə çox ciddi problemlər yaşayarıq. İkincisi depressiv olaraq, üçüncüsü çox tez-tez özümüzə qapanarıq. Üçüncüsü seçim etdikdə, kiçik yaş dövründə hansısa seçimləri etdikdə, qərarlarımızı verdikdə, hansısa səhvləri edəriksə və bu səhvlərin qarşılığında valideynlərimiz bizi təhqir edərsə, sənin əlindən bir şey gəlməz, sən bacarmazsan, sən hələ uşaqsan kimi təzyiqlərə məruz qalarıqsa, öz dəyər hissimizdə dönər. Dördüncüsü, şərtə bağlı sevgi görəriksə, kiçik yaş dövrümüzdə, şərtə bağlı sevgi, valideynlərin davranışı ilə, oturuşu ilə, duruşu ilə, əgər sən ağıllı olarsansa, yeməyini yersənsə, mən dediyim kimi olarsansa, mən dediyim kimi oturub durarsansa, belə bir davranışa məruz qalarıqsa, böyüdüyümüzdə başqaları tərəfindən şərtsiz seviləcəyimizə qarşı şübhə yaranar bizdə. Başqa insanların bizi sevəcəyinə inanmarıq. Bütün bu söylədiklərimlə bağlı daha geniş məlumatı Xoşbəxt Övlad Böyütmənin Sirri kitabından əldə edə bilərsiniz.